Gördük izləyicilərim. Bu günləri iki hadisə ilə bağlı bu videonu çəkməyə məcbur oldum. Bu günləri Azərbaycanda xəbər saytlarında 22 fevral 02-2026-cı il tarixində mənim haqqımda iki məqalə dərc olunub. O məqalədə mənim fotolarım, mənim şəxsi məlumatlarım qeydə olunub. Orada yazılıb ki, mən insanlara və mentalitetə uyğun bir adam deyiləm. Orada açıq-aşkar mənim haqqımda nifrət dolu sözlər qeyd olunub. Mən bu videonu təhlükəsizlik məqsədilə, təhlükəsizlik baxımından çəkirəm. Çünki belə bir ifşa videolar mənim icazəm olmadan, mənim məlumatlarım və mənim fotolarım paylaşılır və mən bunları haqq qazandırmıram. Mən burada pis insanlara örnek olmuram. Sadəcə öz hüquqlarını qoruyuram. Öz hüquqlarını və digər LGBT üzvlərini, onlara qarşı olunan zorakılmaları və onlara qarşı olunan haqsızlıqlara qarşı mübarizə aparıram. Mən bu insanlara qarşı